Folklorşünas alim Aşıq Ələsgər irsinin yorulmaz tədqiqatçısı İslam Ələsgərin anadan olmasının 100 illik yubileyi münasibəti ilə yubiley gecəsi keçirilib. Tədbir Azərbaycan ədəbiyyatının və xalq yaradıcılığının nadir simalarından olan Aşıq Ələsgər irsinin elmi şəkildə araşdırılıb qorunmasında müstəsna xidmətləri olan İslam Ələsgərin zəngin irsinə həsr olunub. Çıxış edənlər İslam Ələsgərin Aşıq Ələsgər irsinin toplanması, nəşri və elmi əsaslarla öyrənilməsindəki rolundan danışıblar. Tədbir çərçivəsində Aşıq Ələsgər irsinin tədqiqi və təbliği sayəsində xidmətləri olan bir sıra şəxslər Aşıq Ələsgər 200 yubiley medalı ilə təltif olunub. İslam müəllim aşıq sənətini incəliyinə qədər bilən, onun bütün qayda qanunlarını gözləyən, həm tərtib işlərində, həm digər tədqiqatlarında, həm Aşıq Ələsgərlə bağlı araşdırmalarında, həm də bütövlükdə aşıq sənəti ilə, Göyçə aşıq mühiti ilə bağlı tədqiqatlarında aşıq sənətinin qayda qanunlarını bildiyinə görə o sənətin bütün yazılı mətnlərində deyək ki, mətnlərin aşıq sənətinə uyğun tərəflərini incəliyinə qədər gözləyən və onu axıra qədər prinsipal şəkildə izləyən bizim nadir alimlərimizdən biridir. Bugün məhz İslam Ələsgərin yaradıcılıq gecəsinin belə 100 illiyini qeyd etməkdə birbaşa istəyimiz, arzumuz odur ki, xalqımızı bilsin ki, bu Aşıq Ələsgərin bütün əsərlərini İslam Ələsgər tərəfindən ən dürüst şəkildə bugün xalqımıza çatdıran həmin şəxs olubdur. Həqiqətən İslam Ələsgər bütün həyatını deyərdim, Aşıq Ələsgərin şeirlərini toplamasına, həyatını ona qurban verib, belə deyərdim.